Bugün Azərbaycan futbolunda çox önəmli bir qarşılaşma var. Premyer Liqanın birinci turundan təxirə salınmış maçda Sabah komandası doğma meydanda Qarabağ qonaq edir. Hazırda Qarabağ komandası 33 xalla liderdir. Sabah komandası isə 31 xalla Qarabağın ən yaxın izləyicisi olaraq ikinci pillədə qərarlaşır. Əbəs deyil ki, qarşılaşmaya böyük maraq var. Hazırda da oyunun keçiriləcəyi Bank Respublika Arenadayam. Maçın başlanmasına təxminən yarım saat var və azarkeşlər tədricən arenanın yolunu tutmaqdadır. Digər qarşılaşmalarda olduğu kimi meydan sahibi Sabah komandası Qarabağla oyundan öncə də fan zonada əyləncəli oyunlar təşkil edib və azarkeşlərin əylənməsinə bax bu tür şərait yaradıb. Gördüyünüz kimi maraq da kifayət qədər böyükdür. Değerli azizleşler ve değerli monitörler. Fazla az yetkililaştı. Bütün anların yetkililaştı ve geliriz sabah. Burada klubun fan shopudur və burada kluba məxsus atributlar, formalar satılır. Belə, dəyərli Sport Info TV izləyicilər, gördüyünüz kimi oyundan öncə əsl futbol havası var. Ümid edək ki, 90 dəqiqə bizim maraqlı, gərgin, dinamik bir oyuna şahidlik etmiş olacağıq və sonda layiq olan qazansın deyirəm.